Salam aleyküm. Hər vaxtınız xeyir olsun. Buldoğlu 2019 MMC-dən danışmaq istəyirik. Buldoğlu 2019 MMC 2019-cu ildə qeydiyyatdan keçir. Təəssüsü Buldoğlu 2019 MMC-nin Elbrus Əliyevdir. Bizim bir layihəmiz var. Yəni Nəcibə City layihəsidir. Yasamal rayon, demək Balabacı Məcidov, keçmiş Palukun, indiki Musa Muxtarov, Cəfər Cəfərli və İbrahim Əbilov küçələri. Ərazi 66 sotdur. O ərazidə vaxtı keçmiş həyət evləridir və tam sakinlərlə razılaşdırılır. Tikiləcək binadan hissəsinə mənzil və sahəsinin də kvadrat hesabına Qarabazar qiymətinə uyğun alınıb sökülməsi. 2 blok 14 mərtəbədən ibarət olan bu sahə 22.000 kvadratdır. Burada 1, 2, 3, 4 otaqlı evlərdir. Bir otaqlar başlayır 55 kvadratdan 65 kvadrata kimi. 2 otaqlar 90-99, 3 120-125 kvadrat və 4 otaqlar isə 160-170 kvadratdır. Layihə hazırlanmaq üzrədir və tam layihə hazırlandıqdan sonra təqdim olunacaq cəhdi orqanlara, yəni tikintilərə, cəhdi orqanlara rəsmi icazələr götürüldükdən sonra inşallah biz işlərə start vermək istəyirik. Onu da qeyd edelim ki, yəni Buldoğlu 2019 MMC-nin layihəsi olan Nəcibə City layihəsi təs Buldoğlu 2019-dan ibarət deyil. Yəni Elbrus Əliyevdən ibarət deyil. Yəni burada bütün Azərbaycandan, Azərbaycanlılardan, bu layihədə əziyyətli olmuş memarlardan, işçi heyətindən, ərazidə yaşayan sakinlərdən, yəni o sakinlər ki, bizi xoş qarşılayıb, bizlə razılaşıb, heç bir çətinliklər törətməyib və bizə xeyir-dua verən insanlardan və çətin vaxtlarımızda bizim yanımızda olan insanlardan ibarət olan bir ailəyik. Yəni Nəcibə City adını sadaladığım bu insanlardan ibarət böyük bir ailədir. Düzdür, çətinliklərimiz çoxdur. Yəni nə qədər olsa çətinliklər olsa da, yəni addım-addım gedirik bu layihəyə doğru. İnşallah yəni tam reallaşandan sonra start verəcək bu işlərə. Nəcibə City layihəsi və Buldoğlu 2019 MMC və layihənin də işini aparan Elbrus Əliyev. Sağ olun, Allah hamımızın köməyi olsun və fürsətdən də istifadə edir. Qarşıdan gələn Ramazan bayramında hamımızı oruçlarınızı, səcdələrinizi, dualarınızı qəbul etsin. Gözəl Ramazanlar, gözəl dualar, gözəl zikirlər. Sağ olun, var olun.